Məcburi fasilə vermişik efirimizdə və sizə dedim göstərim şəraitimizi. Köçürük, heç yana getməmişik, hələlik buradayıq. Sadəcə qutulardan canımız qurtarmayıb deyə studiyamızı quraşdıra bilməmişik və sizə nə layiq şəraitlərdən efirə çıxmağı istəmirik. Çünki auditoriyamıza hörmətimiz var və əminik ki, auditoriyamız ən yaxşısını haqq edir o cümlədən də. Yəni, əhəmiyyətli olmasa da studiyamızın gözəl, görkəmli olduğunu. Amma hadisələr baş verir deyə istədim bir-iki söz deyim. Bu fasilə zamanı yadınızda qalsın, görəsiniz. Bizlərə bildirmiş olaq. Çünki bilirsiniz, adam susduqca əsəbləşir, adam susduqca gərginləşir. Azərbaycanda o qədər hadisə baş verir ki, hamısına yetişə bilmirik təəssüf ki, amma bir-iki məsələ var. Bu Alatavadakı hadisələr, hər kəs bu barədə öz rəyini bildirdi. Mən də bir şey deyim. Bilirsiniz, məni də yandırır içimdən bu ekskavatorun insanın evinə bu şəkildə müdaxilə. Bilirsiniz, insanın evi, ən azı normal ölkələrdə onun evi özü üçün müqəddəs bir yer sayılır. Bilirsiniz, onun toxunulmazlığı, onun rifahı, onun təhlükəsizliyi. Amma Azərbaycanı görürük. Bir-iki söz demək istəyirəm ekskavator maşinistinin həbsi ilə bağlı. Çox insan dedi ki, hə, tapıblar bir adamı, həbs eləyiblər. Məsələ bundadır. Biz dəfələrlə kanalımızda bu məsələyə toxunmuşuq. İndi başqa bir rakursdan yanaşıram. Məni dinləyin, vaxtınız varsa. Fərdi məsuliyyət. Bilirsiniz, polis evlərə müdaxilə eləyəndə, yadınızdadırsa, biabırçı hadisə, Yasamalda baş verib o da. Yasamalın daşı ağırdı, təəssüf ki. Evə müdaxilə etdilər, bir atanı lüt şəkildə evdən sürütləyib çıxartdılar, qonşuların, yeniyetmə qızının gözü qabağında, özü də xərçəng xəstəsi idi. Yadınızdadır, Covid zamanı baş verən biabırçılıq. O zaman ümumiyyətlə polis insanlara küçələrdə baskı göstərəndə, nümayiş keçirmək haqqını həyata keçirən insanların haqlarını tapdalayıb, onları döyüb polis maşınına sürütləyəndə, o zaman da demişik, sizə qeyri-qanuni bir əmr verilibsə, o demək deyil ki, siz bu qeyri-qanuni əmri yerinə yetirə bilərsiniz və sonra deyə bilərsiniz ki, mən istəmədim də, mənə əmr verildi, mən əmrin quluyam, eləmişəm. Bilirsiniz, bu alınmır. Eyni məsələni, indi əgər oturub düz danışırıqsa, eyni məsələni, eyni məntiqi həmin bu ekskavator maşinistinə, sürücüsünə tətbiq etmək olar. Sənə qeyri-qanuni bir əmr verilib. Sən bilə-bilə ki, evin içində insanlar var, sən bu evi ekskavatorla sökməyə başlayırsan. Sənin fərdi məsuliyyətin var. Verilmiş əmrlər bir kənara. Sən şəxsən məsuliyyət daşımalısan öz hərəkətlərinə görə. Ona görə, bilirsiniz, bu məntiqi mən biraz qəbul etmirəm. Mənə deyilsəydi, məsələn, mən ekskavator nədir bilmirəm, amma mənə deyilsəydi ki, evin içində insanlar var, gəl bu evi sök, mən deyərdim ki, yox. İşdən qovursunuz, neynəyəcəksiniz? İşdən qovacaqsınız. Tamam da, qovun. Amma evin içində insan ola-ola, evi sökmək, evi məhv eləmək, bu nə olan şeydir, cəmaat? Yəni, bu məsələyə toxunmaq istəyirəm. Bu hadisələr ümumiyyətlə, bilirsiniz, yəni bu kiçik hadisədir. Biz onu gəlin perspektivdə nəzərdən keçirək. Bu nəyi göstərir? Azərbaycanda vətəndaş və vətəndaş dövlət müstəvisində münasibətlər yoxdur. Onlar qırılıb. Azərbaycanda qanun qayda işləmir. Azərbaycanda onun yerinə əmrlər və loru dillə desək panyatkalar var. Bilirsinizmi? Yəni qanun qaydanın çərçivə, səhmana saldığı münasibətləri insan və insan dövlət müstəvisində bunları qanunlar tənzimləmir təəssüf.
Qanunlar da niyə yoxdur? Çünki ölkədə bir banda var. Bilirsiniz, qanunlar olsa, onlar işləsə və bizim həmişə çağırdığımız kimi məhkəmələr müstəqil olsa, bu qanunları yerinə yetirsə, bu qanunların tətbiqini nəzarətində saxlasa, müstəqil şəkildə, onun bunun əmri ilə yox, yəni icra edici hakimiyyətin əmri ilə yox, müstəqil şəkildə, onda hökumət və hökumətdə olan məmurlar ölkəni talaya bilməz. Bilirsinizmi? Elə buna görə də qanunlar yoxdur, buna görə də qanunlar işləmir, buna görə də məhkəmələr indiki vəziyyətindədir. İndi gəlin başqa şeylərdən danışaq ki, yoxdur Azərbaycanda. Müxalifət. Bilirsiniz, Azərbaycan kimi ölkədə ki, belə biabırçı hadisələr baş verir, müxalifət olmaq çox asandır əslində. Götürürsən bir hadisəni, hazır paketləşdirilmiş insanların qəzəbinə tuş gələcək, qəzəbini oyandıracaq bir hadisə. Qanunsuzluq, biabırçılıq, ədalətsizlik, budur sənə müxalifət. Gəlirsən, hökuməti tənqid edirsən. Amma bizim ölkədə prezident seçkiləri keçiləndə, hazırki prezidenti tənqid eləyənmirlər belə, utanmadan prezident seçkilərində iştirak eləyirlər. Prezidentə namizədlər, başlayın gülürəm, gülməli deyil. Prezidentliyə namizədlər mövcud prezidenti tərifləyirlər. Əgər ki, belə gözəldir, onda sən nə qələt eləyirsən namizədsən? Bilirsiniz, yenə də qayıdıram müxalifətə, müxalifətin olmamasına. Müxalifətin olmaması, xalqın olmaması nə baxımdan deyirəm? Xalqın rəyinin, ictimai qınağının olmaması, hökumətin hər qapısını açır, hökumət istədiyini eləyir. İndi gözünüz qabağında yenə də karantini, Covid ilə bağlı karantini uzatdılar. Bu İspan qripi vardı 1900-cü illərdə. Görəsən, ona görə də karantin eləyərlərmi, yoxsa yox? Yəni, o da 100 il əvvəl olub, bu da bir 5-6 il əvvəl olub da. Yəni, onların ikisinin indiki həyatımıza təsiri eynidir. Bilirsiniz, yəni demək istədiyim budur. Hökumətin utanmazlığı, cəmaatın, nə deyim buna, apatiyasından mı gəlir, hərəkətsizliyindən mi irəli gəlir, ictimai qınağın olmamasından. Biz bu mövzulara daima qayıdırıq sizinlə. Kanalın izləyiciləri bunu biləcək. Biz daima qayıdırıq. Yəni, bilirsiniz, elə bil, həyatda elə hadisələr olur ki, sən imtihana girirsən və imtihanda düzgün bal yığa bilmirsənsə, sən təkrar qayıdırsan o imtihana. Təkrar və təkrar və təkrar. Biz xalq olaraq eyni sınağa giririk və bu sınaqdan çıxa bilmirik. Ona görə qayıdırıq birinci sinifə. Ona görə qayıdırıq, yəni eyni kursu keçirik. Axırda gəlirik imtahan verməyə, kəsilirik. Bu kəsildiyimiz də susqunluğumuzdur. Bu kəsildiyimiz də əşki mən siyasətə qarışmıram, lığdır. Yəni bu artıq bir prosesdir, bilirsiniz. Belə bir fraza yaranıb bizim. Mən siyasətə qarışmıram. Türkiyədə ya Ukraynada ya başqa bir yerdə hadisə baş verən kimi hamı həmin o ölkənin siyasi müşahidəçisi qədər bilir. Hər kəs rəy ifadə edir, hər kəs nəsə yazır, nəsə deyir. Azərbaycana gələndə mən siyasətə qarışmıram. Bilirsiniz, bu cür vəziyyət davam eləsə, bu naxırı uçurumdur. Sizə təəssüf ki, təzə bir şey demirəm. Təəssüf ki, bu Alatavadakı olan hadisələr həmin bu məsələni yenə də qabardır, göz önünə çıxarır. Bunu ignor eləmək, bunu görməzdən gəlmək daha da çətinləşir. Amma edirik, bacarırıq, əlimizdən gələn bir şeydir. Gözünüz, qulağınız bizim kanalda olsun. Yaxın zamanda biz bu qutulardan canımızı qurtaran kimi qayıdacaq sizin qarşınıza. Yeni efirlərimiz var, yeni planlarımız var, yeni düşüncələrimiz var. Sadəcə darıxmayın, bizi izləyənlər izləsin. Hamınıza təşəkkür.